Salam əziz analar, xoş gördük hər birinizi. Yenə də Ana Balada mən Aytən İsmailzadə sizinləyəm. Ana Bala ilə qısa bir aradan, mənimlə isə uzun bir aradan sonra yenidən birlikdəyik və maariflənməyə davam edəcəyik. Bugünkü verilişimiz də elə uşaq sağlığına həsr olunacaq və analarımız üçün faydalı olacaq. Diqqətiniz bizdə olsun. Əziz izləyicilərimiz, verilişimizi Butar rəqs qrupunun gözəl bir rəqsi ilə başlayırıq. İzləyin və ürəyiniz açılsın. Butar rəqs qrupunun bədii rəhbəri Türkanə xanım Bayramovadır. Buyurun, izləyək. Çox sağ olun gözəl qızlar, çox gözəl rəqs elədiniz və mən istəyirəm ki, sizlə tanış olaq, bizi izləyənlər də sizlə tanış olsunlar və həmişə bizim verilişimizdə burada analar da olurdu, uşaqlar da olurdu. Ancaq bugün sizlə, mənə və biz bugün analarımıza da, uşaqlarımıza da faydalı olsun deyə bir söhbətlər eləyəcəyik. Amma ilk öncə gəlin tanıyaq. Görə bu gözəl rəqs edən qızlarımız kim idi? Adını de, gözəlim. Mənim adım İsmailova Məryəmdir. Məryəm, neçə yaşın var? 11 yaşım var. 11 yaşın var. Neçənci sinifdə oxuyursan? 5-5 sinifində oxuyuram. 5-ci sinifdə oxuyursan. Hansı məktəbdə? 116 nömrəli məktəbdə oxuyursan. Aha, çox gözəl. Dərsləri necə oxuyursan? Əla oxuyuram, 5 alıram. 5 alırsan. Bax Məryəm, bizim analara maraqlıdır ki, mən uşaq həkimiyəm. Onlara deyəndə ki, bax uşaqlarınızı rəqsə qoyun, uşaqlar daha sağlam olsunlar və qamətləri yaxşı olsun, daha sonra telefondan uzaq olarlar. Şənlikdir də rəqs, düzdürmü? Gözəl musiqi, rəqs hərəkətləri ümumiyyətlə ruha çox gözəl olan bir şeydir də. Və ancaq onlar deyirlər ki, dərslərdən çatdırmır. Uşaq dərsləri çoxdur, uşaqların dərsləri çoxdur və biz onları rəqsə qoyanda onlar çatdırmayacaqlar. Sən 5-ci sinifdə oxuyursan, dərslərlə rəqsi çatdırırsanmı? Bəli, əlbəttə ki, çatdırıram. Əslində mən birinci dəfə rəqsə gələndə sanki rəqsə gəlmək istəmirdim. Sonra Türkanə müəlliməyə rəqsə həvəsim artdı. Neçə yaşından başladın rəqs eləməyə? Elə bu il başladım. Təzə başlamısan, lap balacığından başlamamısan. Balacaqda başqa müəllimələrə gedirdim. Gedirdin də, yəni əvvəl də rəqslə məşğul olmuşsan. Çox gözəl. Bir yoldaşıma görək, dostum. Mənim adım Hüseynova Rüqeyyadır. Rüqeyya, sənin neçə yaşın var? Mənim 11. 11. Sən də 5-ci sinif şagirdisən? Bəli, 5B. Eyni məktəbdə oxuyursunuz? Xeyr. Sən hansı məktəbdə? Mən Qaralarda. Ha? Qaralar.
məktəbi Aha. Dərsləri necə oxuyursan? 4 də alıram, 5 Ay alıram. sağ ol, çox əla. Bax səmimi qızım, çox xoşum gəldi sənə. İstədim elə deyəm ki, 4 alanlar desin ki, 4 alıram. Bunda qəbahat yoxdur uşaqlar. Yəni hər kəs 5 almalıdır deyə bir şey yoxdur. Çünki hər kəsin özünün bir gücü var, potensialı var. Bax rəqsdə də biri gözəl oynaya bilər, biri biraz ona zəif oynaya bilər. Necə ki bu bizim bədənimizin xüsusiyyəti, düzdürmü? Dərslər də elə. Yəni biri zəif oxuya bilər, amma çox aşağı qiymətlər olmamalıdır. Çünki siz həm də savadlı olmalısınız, hər tərəfli olmalısınız, düzdür? Hə, mikrofona nəsə demək istəyirdin? Bir şey də var ki, biz yaxşı olduq deyə o pis uşaqların da həvəsini öldürməli deyilik. Bəli, bəli. Onlar da çalışmalıdır. Yəni hər şey nadir, istəsələr nadir ola bilərlər. Aha, istəsələr daha yaxşı ola bilərlər, düzdür? Və çalışmalı ki, hər şeyin yaxşısı ola, amma ola bilməsək də həvəsdən düşməməliyik. Yəni özümüzü pis hesab etməməliyik. Buna deyil, yəni başqa şeylər daha çox çalışmalıyıq. Bəli, bəli. Mikrofonu verək birisi qızımıza. Mənim Nəsibova Nəzrin. Nəzrin, neçə yaşın var? Mənim 10 yaşım var. 10 yaşın var. Sən neçədə oxuyursan? Mən də 5-ci sinifdə oxuyuram. Hansı məktəb? Mən 145-ci məktəbdə oxuyuram. Sən necə oxuyursan dərslərini? Həm 4 alıram, həm 5 alıram. Aha. Bəs biraz da geçsə deyəsən 3 alanlar da etiraf edəcəklər artıq 3 aldıqlarını. Nəyə həvəsin var? Bax gələcəkdə kim olmaq istəyirsən? Rəssam olmaq istəyirəm. Rəssam olması. İncəsənət sahəsindən yəni ki marağın var da, həm rəqs, musiqi, rəsm, düzdür? Bəli. Aha. Ver bu birisi qızımıza. Buyur. Qasımova, mənim adım Dənizdir. Dəniz. Dəniz neçə yaşın var? 9 yaşım var. Aha, sən yaşda kiçiksən qızlarımızdan. Neçənci sinifdə oxuyursan? 3-cü sinifdə. 3-cü sinifdə. Çox gözəl. Neçə yaşından rəqslə məşğulsan? 5 yaşından da. 5 yaşından rəqs eləyirsən, hə. Qızlar, çox da gözəl rəqs edirsiniz. Bax, mən istəyirəm bilim ki, siz artıq böyük qızlarsınız da, 11 yaşınız var, 10 yaşınız var, artıq öz fikriniz formalaşır sizin. Rəqs zamanı siz həm də gimnastika ilə məşğul olursunuz, gimnastik hərəkətlər eləyirsiniz, hə. Uşaqlar, indi keçəcəm sizə. Mikrofonu ötürək zəhmətimiz. Mən gimnastikaya məşğul oluram. Gimnastika yarışlarına getmişəm və 3-cü yer olmuşam. Aha, əla, afərin. Bəs uşaqlar, siz həkim müayinəsinə gedirsiniz. Düzdür? Həkimə aparır da sizi valideynləriniz. Sizə baxırlar, müayinə edirlər, onurğanız necədir? Onurğa bilirsiniz də nədir? Bizi düz saxlayan onurğamız qan, bəli. Bax, onurğanızı yoxlayırlar. Aha. İndi keçəcəm sizə, balacalar, səbirli olun. Hə, onurğanızı yoxlayır həkim. Nə deyir? Yaxşıdır, qamətiniz düzdür, hə? Belə deyir. Və siz uzun müddət belə oturmalısınız da düzdür. Məsələn, növbənizi gözləyirsiniz, hardasa oynayacaqsınız, rəqs eləyəcəksiniz və sizin qamətiniz düz vəziyyətdə belə əyləşməsi də belə olmaz da, düzdür? Çox pis görünür. Amma belə əyləşə bilmək üçün bizim əzələlərimiz güclü olmalıdır, düzdür? Bunun üçün də biz idman eləməliyik, rəqs eləməliyik ki, bizim qamətimiz düz olsun. Bax, əzələlərimiz gözəl olsun, yəni yığılır. Güclü olsun. Bəli. Güclü olsun. Amma bizim məsələn valideynlərimizə buradan istəyirəm bir məsləhət verim, əziz analar. Hər bir uşağın əzələ sistemi, bağ sistemi fərqlidir. Yəni bəzi uşaqlar var ki, onların bağları uzun olur və boş olur. Bu uşaqlara biz deyirik birləşdirici toxumasının boşluğu olan uşaqlar, yəni hipermobil uşaqlar və yaxud birləşdirici toxuma displaziyası olan uşaqlar və bu uşaqlar dərsdə də uzun müddət oturanda əyilirlər, yorulurlar, boyunları ağrıyır və onlarda baş ağrıları başlayır, tez yorulurlar, biraz yol gedəndə yorulurlar. Ona görə ki, onların bağları boşdur və bağları boş olduğuna görə əzələləri bu yükün qaldıra bilmir. Yəni uzun müddət partada belə əyləşmək. Ona görə icazə verməlisiniz, müəllimlərinizə də deyin ki, dərsdə uşaq hər 15 dəqiqədən bir dəfə başını partaya qoyub dincələ bilsin. Baxın, uşaqlar, bu sizə də aiddir. Yəni dərsdə əgər dərs prosesində 45 dəqiqə dərsdir, düzdürmü? Və siz bu 45-dən artıq 15 dəqiqəsindən sonra, 20 dəqiqəsindən sonra siz yorulursunuz. Görürsünüz ki, çiyinləriniz sallanır, kürəyiniz yığılır və buralarınızda bir ağrılar başlayır, nəsə narahatsınız. Belə olanda mütləq əllərinizi qoyun və başınızı partaya qoyun. Yaxşı? Hətta elə olur ki, adam yatmaq istəyir. Bəli, ona görə ki, özü çox yorğun hiss edir. Düzdür, yatmaq istəyir, düz deyirsən, gözəl. Ona görə ki, adamın boyun əzələləri yorulur və onlar boşalır. Burada bizim fəqərələrimiz var. İndi
siz bilmirsiniz də fəqərə nə olan Biz dərsdə keçmişik Keçmisiniz fəqərələr? Bəli, bizim 34 fəqərəmiz var. Ay, aferin, çox əla. Sən sübut edirsən ki, sən 5-dən oxuyursan, sənə mən də bir dənə 5 yazdım. Və o fəqərələr sıxılarkən oradan damarlar da gedir beynimizə və damarlar sıxılanda qan yaxşı getmir beyin, ona görə də uşağı yuxu basır və o dərsin ikinci hissəsi nə edəcək? Pis qavrayacaq, düzdürmü? Ona görə də biz icazə verməliyik ki, o uşaqlar dərs prosesində biraz dincələ bilsinlər. O mikrofonu uzat, o qızımız orada əlini yelləməkdən bir tər oldu. Görüm nə demək istəyir. De balaca, görüm nə demək istəyir. Adın nədir sənin? Adını de, adını. İsmailova Sümeyyə. Sümeyyə, neçə yaşın var? 6. Hə, nə demək istəyirdin? Bax, bu söhbətimizə qoşulmaq istəyirsən bayaqda. Nə demək istəyirdin? Mənim belim də əyirdi. Anam şey elədi də, supinator verdi. Sonra biraz düzəlməyə başlayırdı. Aferin sənə. Çox aferin. Sən çox düzgün bir fikirlə bizim söhbətimizə qoşuldun. Uşaqlar, bax, diqqət eləyin, həqiqətən. Sümeyyə, bax, supinator dedin, bu nədir? Bax, bizim analarımızı bilirsən, bu nə qədər maraqlandırır, bu məsələ. İnanılmaz dərəcədə və mən indi buradan üzümü tuturam bizim analarımıza. Bəli, əziz analar, uşaqlarınızda valqus görürsünüz. Valqus nə deməkdir? İndi mən sizin ayaqlarınızı burada yoxlaya biləcəm, amma bizim yerimiz otluqdur, burada yoxlaya bilməyəcəm. Ona görə də yaxşı olar ki, evdə uşaqlarınızı düz bir yerdə özünüz müayinə edə bilərsiniz. Uşaq düz yerdə dayanır və siz baxırsınız, onun topuqları içəriyə əyilirmi, onun tabanı bayıra doğru qaçırmı, sürüşürmü? Belə olan halda biz burada valqus haqqında danışacağıq. Yəni, bağları boş olan uşaqların topuğu içəriyə tərəf əyilə bilir və bu skalyoza gətirib çıxara bilər. Amma bu masajla və gimnastika ilə düzəlmir. Biz mütləq ayaqqabının içinə ona uyğun dəstəkləyici, supinator dəstəkləyici deməkdir. Bəli, ortopedik ayaqqabı lazım deyil, çünki ağırdır və sizin ayaqlarınızı yoracaq. Amma supinator dediyin o ayaqqabının içinə içlik kimi qoyurlar, ha. Sən də onu hər ayaqqabının içinə qoyursan, ha, bax o lazımdır. Yəni bizi izləyən analarımız da bilsin ki, bax o lazımdır ki, bizim uşaqlarımızın onurğası əyilməsin. Və belə uşaqlarda gimnastika və rəqs çox gözəl alınır. İndi mən sizi yoxlayacağım, görüm sizin bağlarınız boşdur ya yox. Biriniz, sən gəl bura Sümeyyə, sən gəl bura. Mikrofonu ver qızlara. Özün gəl bura. Gəl bura. İndi mən buradan göstərəcəm bizim izləyən tamaşaçılarımıza ki, bağı boş uşaqlar necə olur? Bax, belə olur. Görürüz, bax, bu əl, barmaq, əllərin arxası. Özünüzə yoxlayın, barmaqlarınız arxaya gedirsə, hamınız eləsiniz. Zaten bağları boş olmasa, uşaqlarda səndə deməli yaxşıdır. Bağlar boş olmazsa, gimnastika elə də arzu olunan səviyyədə alınmır. Yəni, o müəllimənin istədiyi kimi hərəkətlər eləyə bilmir. Ayağını çatdırsın başına və s. Sən onu eləyə bilirsən də, hə? Ayağı başına çatdıra bilirsən, belə arxadan. Belə uzanırsan yerdə, ayağı başına çatdıra bilirsən. Elə görüm. Hə, qaldır. Ay, sal. Bax, bu sənin bağların boşdur deyə bunu eləyə bilirsən. Hə, əla, aferin. İndi əyləş yerinə. Bax, otur. Yəni, bu bizim bir göstəricimiz bəsdir ki, biz qərar veririk ki, bəli, bu uşaqda bağ boşluğu var. Bağları boş olan uşaqlar tez yorulur, onurğasını əymək istəyir. Çünki bağları boşdur. Biraz yol gedəndə yorulurlar. Deyir, balacadsa deyir, məni qucağıma götür, anasına deyir. Böyük, biraz uşaqdırsa deyir, qoy biraz oturum da, harada gəldi oturmaq istəyir. Ona görə də onlara ayağının altından dəstək olmalıdır və uşaqlar. İndi mən sizi burada çeşkilərdə görürəm də, düzdür. Ancaq sizin krasovkalarınız var da evdə, məktəbə falan geydiyiniz ayaqqabılar. Bax, onların altı çox hündür olmamalıdır, ha, bunu bilin. Yəni, bax, belə köbud altı olur, qalın olur, belə ikisi hündür görünəsiz, amma o sizin onurğanıza ziyandır. Yəni, bunu bilin. Aha. O da belə qalxa bilmir də. Aha. Ayaqqabımızın altı necə olmalıdır? Yastı. Bir barmaq, 2 barmaq ola bilər hündürlüyündə. Barmağınızdan heç də saxlamayın. Çantalarınız necədir? Uşaqlar, ağırdır sizin çantalarınız. Bax, əgər çantanız ağırdırsa, sizin kitablarınız çoxdursa, onu bir çantaya yığıb salmayın içinizə. Yarısını bir dənə klokda, paketdə götürün, yaxşı, bir paketə qoyun ki, bir əlinizdə bir şey, bir əlinizdə bax belə tarazlıqlı olsun, yaxşı. Çünki siz 2 çiyinizə keçirsəniz belə ağır olmaz. Amma sizinki yəqin balacaların, sizin çantanızı kim götürür? Ver balaca bacılar, onlar da danışsınlar. Sən neçə yaşın var sənin, balaca? Mənim 6 yaşım. Məktəbə gedirsən? Mən bağçaya gedirəm. Sən bağçaya gedirsən, hə, sənin hələ yükün yoxdur. Adın nədir sənin? Süraya. Süraya, Sümeyyə, Süraya. Bacındır sənin? Aha.
Gülayə, Gülayə. Hə, ver o birisi bacına, onunla danışaq. Sənin neçə yaşın, adın nədir? Nazlı. Nazlı, neçə yaşın var? 7 yaşım. 7. Sən məktəbə gedirsən. Sənin çantanı kimsə götürür, yoxsa özün götürürsən? Anan götürür. Gedəndə də, gələndə də? Hə, məktəb çox uzaqdadır evdən. Elə də çox uzaq deyil yəni. Ayaqla gedirsiniz, piyada? Maşınla gedirsiniz, amma çox uzaq deyil, hə? Nazlı, bax, əgər o yol çox uzaq deyilsə, siz ona piyada gedin məktəbə. Yaxşı, məktəbin yolu. Bütün uşaqlar sizə hamıza aiddir. Bilmirəm sizin məktəbinizin yolu nə qədərdir. Bizi izləyən əziz valideynlərimizə də müraciət edib demək istəyirəm ki, əziz analar, nənələr, babalar, atalar, bax, uşağınızı qoyursunuz maşına, aparsınız düz məktəbin qarşısına. Həm orada tıxac yaranır, sıxlıq olur. Digər piyada keçən uşaqlara, valideynlərə maneəçilik olur. Bundan da başqa, sizin öz uşaqlarınıza bu zərərdir. Çünki onların biraz piyada gəzmə şansı var, onu da siz yox eləyirsiniz. Çünki ən azından səhər çağı o piyada gəzinti onlar üçün bir aktivitədir, bir aktivlikdir, bir gimnastik hərəkət kimi bir şeydir. Çünki bilirsiniz ki, indi bizim məktəblərimizdə dərs sırasında heç bir aktivlik verilmir uşaqlara. Hətta bəzi var, yəni tənəffüs vaxtı da onların yəni məhdudlaşdırıla bilir. Ona görə də çalışın uşaqlarınızın daha çox uzun yol, yəni yorulmayacaq həddədirsə əlbəttə ki, bu yolu qət etməsinə imkan verir. Həm məktəbdən evə gedəndə, həm məktəbə gedəndə. Çünki hərəkət beynin gimnastikasıdır. Yəni yerimək beyin üçün çox vacib bir olan deməli aktivlikdir. Hə, uşaqlar, mikrofonu verin böyük bacılarımıza. Mikrofonu ötürün böyük bacılarımıza. Hə, Məryəm, bax, bütün bunlar, bax, səndə olmadı, bağ boşluğu yoxdur. Çox deyil, çox deyil. Və sən, səndə çox oldu? Səndə çoxdur. Bax, sən, ver mikrofonu bacına bir dəqiqə. Sən hiss edirsənmi elə yorğunluq, ayaqlarında ağrılar olur? Bəli. Hiss edirsən. Uzun müddət oturanda çiyinlərin ağrıyır, kürəyin ağrıyır. Bax, xüsusi bir hərəkətlər eləyirsənmi ki, o səndə olmasın. Əzələlərin biraz möhkəmlənsin, aradan qalxsın. Nə eləyirsən? Evdə ancaq boynumu düz tutmağa çalışıram. Düz tutmağa çalış, amma düz tutanda biz yoruluruq. Düzdürmü? Ona görə nə edəcək? Gəl bura. Mikrofonu ver. Gəl. İndi Fatah falan da var, amma yenə də göstərək. Deməli, uşaqlar, baxın. Üzgüçlüyə gedəniz varmı? Gedirsiniz. Əla, gedirsiniz. Amma sən də gedirsən. Hə, sən də gedirsən. Yağışlar da sən getmirsən. qatılmışam. Yaxşı, bax. Üzəndə, uşaqlar oturun yerinizdə hələ. Üzəndə biz qollarımızdan hərəkət edirik, düzdür? Və üfüqi vəziyyətdə oluruq da, düzdürmü? Əgər kimsə üzməyə getmirsə, yəni hovuza girib üzə bilmirsə, bu hərəkəti evdə, quru yerdə də eləmək olar yəni. Sadəcə uzanırsınız yerə və üzmə hərəkətlərini eləyirsiniz uzandığınız yerdə, aydındır. Və yaxud da ki, uzandığın yerdə əllərini çiyin səviyyəsində saxla. Ay, sağ ol. Bax, bu vəziyyətdə arxaya aparırsan hər ikisini. Arxada, yəni ki, kürəklərini bir-birinə çatdırmağa çalışırsan. Sonra boşaldırsan, sonra təzədən, sonra düzdür, başa düşdün məni? Yəni, bax, bu hərəkətlər buradakı sənin əzələlərinin möhkəmlənməsinə kömək olacaq. Çünki, uşaqlar, rəqsi artıq bilirsiniz, rəqs hərəkətlərini artıq öyrəşmişsiniz və bu sizin əzələlərinizə o qədər də gücləndirici təsir eləməyəcək. Böyüyürsünüz axı artıq. Ona görə də onurğanız düz olsun deyə daha biraz güclü hərəkətlərə keçməlisiniz. Turnik var evdə, turnik. Turnik var, hə, əyləş. Bizə var. Hə, turnik, bax, kimin evi? Turnikdən sallanmaq lazımdır. Hə, mikrofonu ötürüb balaca qız görək nə deyir. Hə, de Sumaya. Mikrofonu ağzına saxla. Bərs saxlanmasına kömək edir. Düz deyir. Bax, Kömək edir. Sumay bugün mənə köməkçidir. Turnikdən dartınanda bütün onurğamız, yandakı əzələlər, qollarımızın, bədənimizin bütün əzələləri dartılır və güclənmək istəyir. Deməli, uşaqlar, ayaqqabını dedik, üzmə hərəkətlərini də başa saldıq ki, yəni bu sizə lazımdır. Turnik çox vacibdir. Bax, əziz valideynlər, uşaqlarınızın onurğasının qayğısına niyə qalmalısınız? Sadəcə ona görə yox ki, bu onurğa nə vaxtsa əyilə bilər və skalyoz formalaşar.
və əməliyyatlıq həddinə gəlib çıxa bilər. Ona görə yox, onurğamız bizim vacib sinirlərimizin çıxdığı bir yerdir. Və onurğanın əgər biz vaxtında qeydinə qalmazsaq, gələcəkdə disk, fəqərə arası disk yırtığı, protruziyalar yarana bilər. Çünki biz onu saxlayan əzələləri vaxtında möhkəmləndirmədik. Ona görə də bununla vaxtında məşğul olmaq lazımdır. Ev şəraitində turnik ola bilər, İsveç divarı ola bilər, yaxud da ki, parklarda uşaqlar bunlardan istifadə eləməlidir, yəni geniş şəkildə, ya aktiv şəkildə. Həyətdə var, amma uşaq həyətə düşmür, oturub bütün günü telefona və beləliklə əlbəttə ki, biz zaman itiririk, xəstəliklər qazanırıq. Telefon demişkən, uşaqlar əsas mövzudur və mənim ən yaralı, ən əsəbləşdiyim yerdir. Mən bilmək istəyirəm ki, siz telefondan necə istifadə edirsiniz? Kimin telefonu var? Qorxularına əllərini qaldırmırlar. Deyin, görüm kimin telefonu var? Mən planşetə baxıram. Sənin yoxdur. Sizin heç olmamalıdır da. Bir götürün, cavab verin mənə. Hə. Mənim var idi, amma anam elə proqram qoyub mənim nəyə baxdığımı, məsələn, mən qoyun 30 dəqiqə baxmağa. Artıq telefon özünə sönür, ancaq anam aça bilər. Ay, sağ ol. Bir də Belə elə də şey var olmalıdır. ki, məsələn, mən nəyəsə baxanda ancaq anamın icazəsindən baxa bilərəm. Bəli. Baxın uşaqlar, bu belə də olmalıdır ha. Siz gedib başqasının telefonunu alıb, deməyin ki, mənim telefonumda anam icazə verir, amma gəl sənin telefonunda nəyəsə baxaq. Olmaz. Bildiniz? Və bizi izləyən valideynlərimiz də bu işdə diqqətli olun. Son zamanlar siz görürsünüz nə qədər təhlükəli vəziyyətlər yaranıb uşaqlarımızla bağlı. Bu telefon onlara aid bir şey deyil, yəni. Uşağın telefonu olmalı deyil. Yəni, uşaqlar kitablarını oxumalılar, dərslərini oxumalılar, rəqsə getməlidirlər, gimnastikana məşğul olmalılar, rəsm, şahmat və s. Telefonla faydalanmaq onlara lazım deyil. Əgər sizin telefonla bağlı uşağınızın ehtiyacı varsa ki, bu 100% burada dərs aid nəyəsə baxacaq, mən bunun da əleyhinəyəm. Dərslərimizi belə, uşaqlar dərslərinizi belə telefonla oxumamağa çalışın. Hələ balacasınız onsuz da, hələ sizin elə çox dərs yükünüz yoxdur. Dərs yükünüz olanda biraz böyüyəcəksiniz, amma indidən telefonda vaxt keçirmək lazım deyil. Hə, buyur, nəsə deyirsən? Mənlər dinləmə atanda mən bir dənə baxıram. Hə, ay sağ ol, dinləmə atanda sənin telefonun lazım deyil bunun üçün olsun. Bunu sənin nənən də telefona ata bilərlər. Mamanın da telefonuna, sənin yoxun da telefonu, düzdür? Hə, ay sağ ol. Yəni, uşaqlar, sizin telefonunuz olmalıdır. Əgər sizlə əlaqə saxlanılmalıdırsa, bir zəng gedib gələn telefonla, sizdən adi telefonla əlaqə saxlana bilər. İndi siz soruşacaqsınız və biz rəqs eləyirik, bizim videolarımızı çəkirlər, biz onlara baxmaq istəyirik, belə. Baxın qızlar, telefon olmayan dövrlərdə də rəqqas qrupları olub, rəqs qrupları olub, uşaqlar oynayıblar, səhnələrə çıxıblar. Amma ehtiyac olmayıb onlar özlərini belə şeylərdə görsünlər və bunu paylaşsınlar ki, zaten bu televiziyada verilir, proqramda verilir, siz tədbirlərdə çıxış edilir və sizi görürlər, alqışlayırlar. Əlavə olaraq hardasa bir şeylər arzusunda olmaq artıq asılılığa gətirib çıxarır. Başa düşürsünüz məni? Aslılıq xəstəliyinə. Telefonda oyun oynamaq özü bir asılılıq xəstəliyidir, oyun aslılığı. Aydındır? Hələ bunun təhlükəlisi var, adisi var. Yəni, hər bir halda telefonda vaxt keçirmək olmaz. Yəni, mən özüm də bir həkiməm, amma mən telefona vaxt keçirmirəm. Ancaq xəstələrimlə, balaca uşaqların problemlərinə görə onlarla danışıram, vacib məlumatları əldə edirəm. Yəni, siz də böyüyəndə zaten hərəniz öz işinizə görə telefonla məşğul olacaqsınız. Uşaqlar, görün nə baş verir telefona belə baxanda. Sən dayan, Sevil, sən gəl bura. Gəl bura. Qoy görək, Sumaya, Sevil də bilir, yoxsa yox. Sevil olduğunda sən, hə? Adın Sevildir. Sevil, sən ətrafa baxırsan, hamının əlində telefon var. Onlar belə necə dayanırlar? Göstər, əlində telefon var, başları necə də? Ay, sağ ol, bax belə. Kamera çəksin, mən zəhmət olmasa uşağımızın. Bax, başı belə dayanıb. Baş belə. Bu zaman bilirsiniz nə baş verir? Onurğa hər 5 dərəcə əyildikcə onun nə ağırlıqdadırsa o qədər artır. Yəni, başımız 5 kiloqramsa, biraz əyildi, oldu 10, biraz əyildi, oldu 15, biraz da əyildi 20, 25. Yəni ki, başımız ağırlaşa gedir əyildikcə. Və bu ağırlıq hara düşür uşaqlar? Belimizə, onurğamıza, bədəhər yerimizə, yəni bütün onurğamıza və... Biz görə bilərik ki, bir onurğamız qabağadır, biri arxaya. Yəni, bəli, bu cür vəziyyətdə bizim boynumuzun uşaqlar əzələləri yorulur və nə başlayır? Baş ağrıları olur.
baş ağrıları. Ona görə də telefonu əgər kimsə baxmaq məcburiyyətindəsə, lap siz böyük adamlara da deyə bilərsiniz ki, bax Sevil mənə, telefonu belə saxlasın, göz məsafəsində. Göz məsafəsində və 30 sm aralı gözdən. Uşaqlar, baxın, qorxu bizim beynimizdə iz salır və biz həmişə onun əsiri oluruq. Ona görə də qorxulu şeylərə qətiyyən baxmaq olmaz. Yəni, həyəcanlı, qorxulu, həyəcanlı oyunlar belə oynamaq olmaz. Zaten sizin həyatınızın həyəcanlı dövrləri hələ qarşıdadır. Yəni, indidən siz niyə həyəcanlı bir şeylər keçirirsiniz? Rəqsin həyəcanı var, düzdürmü? Yarışların həyəcanı var, səhnə həyəcanı var. Bunları keçirirsiniz onsuz da. İmtahanlar, dərslər, bir yandan da lazımsız yerə bir oyunlar oynayıb onun həyəcanını yaşamaq, onun qorxusunu və yaxud bir qorxulu bir şeylərə baxıb onun qorxusunu yaşamaq. Bu sizin üçün çox təhlükəlidir. Olmaz. Sumaya, ver Sumayaya mikrofonu. Sumaya, sən baxmısan qorxulu nəyəsə telefonda? Baxmışıq. Baxmısan? Mən telefona baxmamışam. Şey var idi ha. Bir dənə film var idi, qorxulu zombi. Ona baxdın, görürsənmi? Baxmışam amma yuxumda heç nə görməmişəm. Çünki Bismillahirrahmanirrahim yatanda deyirəm. Aferin sənə. Bismillahirrahmanirrahim dedin. İndi qorxmadın. Amma baxmaq olmaz. Yaxşı? Baxmaq olmaz. Baxacaqsan, qorxacaqsan sonra. Uşaqlar, bax, evdə də sizin valideynlər, əgər sizin başınızı qatmaq üçünsə, desək ki, mən sənə YouTube-u açıram, bax, siz razı olmayın. Siz deyin ki, gedək parka, gedək gəzməyə, yaxşı, təmiz havaya çıxın, gedin gəzinti üçün. Əziz valideynlər, bax, sizə də dəfələrlə söyləyirəm ki, bax, uşağınıza deyir ki, telefonu ləğv edin uşağınıza. Siz də deyirsiniz ki, telefon yoxdur, amma televizora baxır. Bəs televizorda nəyə baxır? YouTube-a. Bu eyni şeydir. Burada nə baş verir? YouTube-da əgər bir uşaq, yəni bu böyüklərə də aiddir. Əziz valideynlər, sizdən həmişə istəyirik ki, uşağınıza telefon verməyəsiniz. Uşaq telefon istifadə etməsin. Amma siz deyirsiniz ki, telefona baxmır, amma televizora baxır. Televizorda isə YouTube var. YouTube-da nə baş verir? YouTube-da uşaq istədiyi kimi bir şeylərə baxır, bu birinci məsələ. Yəni, onun yaşına aid olmayan, onun düşüncəsinə uyğun olmayan, ona qorxu, həyəcan verə biləcək, onun tərbiyəsinə təsir edə biləcək bir mövzular da qarşına çıxa bilər. Bundan başqa isə, əgər o deyək ki, cizgi filmlərinə baxır və yaxud da hər hansı bir uşaqlara aid olan nələrəsə baxır, amma bunu istədiyi yerdə dayandıra bilir, istədiyi qədər davam etdirə bilir, istədiyi yerdə geriyə çəkə bilir və bu səbirsizliyə gətirib çıxardır, iradəsizliyə gətirib çıxarır, bir iş axıra çatdırmamaq kimi bir vərdişin formalaşmasına gətirib çıxarır. Ona görə də televizor YouTube şəklində uşaqlara verilməməlidir. Yəni, baxmalıdır televizorda, deyək ki, öz saatına uyğun hər hansı bir proqram ona aid olsun və onun sona qədər çatmasını səbirlə gözləyə bilməlidir. Nə başla verə biləcəyini gözləməlidir. Yəni, bunu özü idarə etməməlidir. Çünki özü idarə edəndə artıq bu həyatda baş verən hadisələrə qarşı da səbirsiz olacaq. Amma biz həyatdakı hadisələri idarə edə bilmərik. Biz onların özünün baş verib sonlanmasını gözləmək məcburiyyətindəyik. Başa düşdük uşaqlar bu da dediklərimdən nəsə? Yəni ki, biz səbirli olmağımız üçün, aqressiv olmamağımız üçün bu şortlar ki var ya, qısa-qısa video, onlara baxmamalıyıq. Yaxşımı? Onlar bizim beynimizi yorur. Telefondan çox danışdıq, çünki çox bu ciddi mövzudur. Uşaqlar, siz ətrafınıza nümunə olmalısınız və başqa uşaqları görəndə ki, telefonda vaxt keçirdir, haradasa nəyəsə gözlədir, siz onun başını qatmalısınız, söhbət eləyin və kitablara marağınız olsun. Siz əlavə kitablar oxuya bilirsiniz, balacalara verək mikrofonu. Hə, Nazlı qızım, sən kitab oxuyursan mı əlavə? Bəli. Nə kitabı oxuyursan? Biraz ucadan danış. Nağıl kitabı. Nağıl kitabı oxuyursan. Hansı nağılı bilirsən? Yəni adını de, görə hansı nağıllar oxumusan? Pişik və Siçan var. Aha. Onu bilirəm. Daha böyük neçə vərəqli nağıllar oxumusan? Məsələn, 5, 10, yox, bir vərəqli. Mənim oxuduğum 20 vərəqli idi. 20 vərəqlidir. Onda biraz böyük nağıldır, hə? Hə, lap yaxşı. Rəsmdə çəkə bilirsən? Aha. Ver yanında, bacımıza ver, bacına ver. Aha. Sənin adın nədir? Zeynəb. Zeynəb, hə. Zeynəb, sənin neçə yaşın var? 6. 6. Sən məktəbə gedirsən? Yox. Getmirsən hələ. Hə, hazırlaşırsan məktəbə getməyə, düzdür? Hə. Sən bax evdə nə iş görürsən? Səhər açıldı. Nə iş görürsən evdə? Nə ilə məşğul olursan?
gedirəm, kitabımı götürürəm, yazıram. Yazılar sənə verirlər, yazı yazasan, hə, düzdür? Sən bax, mama burada yoxdur, ana burada yoxdur. Sən mənə de görüm, səni məcbur eləyir ki, ana, ya nənə, ya müəllimə ki, sən yaxşı yazmalısan, sən yaxşı oxumasan, amma sən hələ məktəbə getmirsən. Deyir sənə belə. Deyir, hə? Və sən heç sıxılırsan, belə biraz ağlamsınırsanmı ki, axı mən hələ məktəbə getmirəm, mən yaxşı yazmaya da bilərəm. Birdən istəyirəm getmək. Hə, hərdən gəlir, istək gəlir. Hə, artıq yaşın dolur deyə istəyirsən arada məktəbə gedəsən, hə. Yorulursan dərslər oxuyanda. Yorulmursan. Ondan başqa nə edirsən? Rəsm çəkirsən, rəqslə məşğulsan, rəsmdə çəkirsən, evdə çəkirsən rəsmlər. Hə, uşaqlar, baxın, mütləq evdə balacalar əsasən, bizi izləyən analarımız da bunu diqqətdə saxlasınlar ki, balaca uşaqlarımız yazı, oxumaq, bu öz yerində, amma bu məktəbə qədər ideal şəkildə olmamalıdır. Bu ideal şəkildə olmamalıdır. Bundan ötürü uşaqlarınıza yükləmək onların oyun dövrüdür hələ ki. Və görürsən, Zeynəb necə də düzgün deyir ki, mən hərdən getmək istəyirəm. Çünki artıq sən oyun dövründən uzaqlaşırsan. Hə, yəqin ki, sən 6 yaşın olacaq və artıq sən ona görə oyun dövründən uzaqlaşırsan və ona görə də sən deyirsən ki, mən istəyirəm məktəbə hərdən gedim. Amma oyun dövründə olan uşaqlar mütləq oyununu oynamalıdır, əziz analar. Yəni, onları oyundan uzaqlaşdırmayın. Deməyin ki, bu uşaq elə oyun oynamaq istəyir, amma yazı yazmır. Çünki siz onu, belə deyək də, gərgin hala salmış olursunuz. Amma əlavə məşğuliyyətlər olmalıdır. Rəsm, şahmat. Şahmatı biləniniz var? Şahmatla məşğul. Onu da sən bacarırsınız. Aha, əla. Yarışlara da gedirsiniz. Yarışlara da gedirsiniz. Mikrofon kimdədir? Zeynəb, gözəlim, gətir mikrofonu. Gətir, ver böyük bacılara. Aha. Yarışlara da gedirsən? Bəli, getmişəm bir dəfə. Aha, getmirsən. Hə, lap yaxşı. İndi mən istəyirəm soruşum. Əsasən balacalardan mikrofonu verin balacalara yenə də. Sevilə ver, Sevilə. Sevil. Mənə düzünü de görüm sən. Konfet, şokolad çox yeyirsən? Çay içəndə. Nə vaxt içmişdin çayı? Dünən içmisən? Yox, Bugün içmisən? yox. Bəs nə vaxt içmirsən çayı? Səhərlər içmişəm. Səhərlər içəndə konfetlə içirsən çayı? Yox, şirin çayla. Şirin çay içirsən. Neçə qaşıq ora şirin şəkər tozu tökür ana? 2. 2 qaşıq tökür, hə. Sonra onu nə yeyirsən? Onun yanında nə yeyirsən? O şirin çay ilə də onun yanında nə yeyirsən? Şor çörək. Aha. Saçiçka. Vay, olmaz. Vay. Çox ziyandır. Yəni sosiska olmaz. Yaxşı, uşaqlar, sosiska yemək olmaz. Kalbasa, sosis olmaz yemək. Yaxşı, yeyirsiniz hamınız. Mən yemirəm. Necə baxır? Mən yemirəm. Necə onlar olmaz? Axı mən yeyirəm. yemirəm. Sən yemirsən Sumaya? Yo, anamız yaza vermir, faydalı değildi. Səhər nə yeyirsən sən? İndi uşaqlar bir hamımızdan soruşacağım, görüm səhər nə yeyirsən? Səhər soyutma yumurta yeyirik. Yumurta qaynamış yeyirsən, sonra? Çox yeyirdim. Aha, sonra nə yeyirsən? Qayğanaq yeyirəm. Ver bacılarına görə onlar nə yeyirlər, sən yumurta yeyirsən. Aha, sən de, gözəlim. Aha. Yumurta bir də. Sən bağçada yeyirsən yəqin. Evdə yeyirsən, gedirsən. Aha, nə yeyirsən? Yumurta yeyirsən. Yumurta bir də mürəbbə. Mürəbbə yeyirsən. Çörəklə yeyirsən mürəbbəni. Sən də şirin çay içirsən. Sən içir. Hə, ver Nazlı görüm. Nazlı, sən nə yeyirsən səhərlər? Mən səhərlər elə olur ki, yumurta yeyirəm, elə olur ki, şor yeyirəm. Şor yeyirsən. Aha, ver bacına. Onu görə səhərlər nə yeyir? Mən səhərlər cem yeyirəm. Cemlə çörək yeyirsən, düzdür? Şirin çayla yeyirsən, şirin çaysız? Şirin çayla. Şirin çayla, cemlə çörək. Hə, burada artıq biraz daha çox şəkər qəbul eləmiş olduq. İndi gətir mikrofonu ver böyük bacılarına. Aha, buyur. Sən nə yeyirsən? Məsələn, siz bayaq demişdiniz ki, sosiska yemək olmaz, düzdürmü? Əslində bizim anam bizə sosiska qoymur və bizə deyir ki, məsələn, görək ki, ürəyimiz çəkə bilər də. Bir ayda təkcə bir dəfə məsələn onlar deyir. Bir ayda bir dəfə, yəni ürəyimiz çəkəndə bir dəfə. Yaxşı. Hər ayda bir dəfə belə o da ziyanlı. Yəni bir bəli, dəfə bəli. Bax nə yeyirsən sən özün səhərlər? Mən səhər yumurta yeyirəm. Sonra? Yəni çay içirəm. Pendir yağ yeyirsən? Bəli, pendir sevirəm. Bir də şokolad yağı yeyirsən? Xeyr. Ver o bacına görüm. Aha, sən nə yeyirsən? Mən səhər elə olur yumurta yeyirəm.
Çay içirəm. Yaxşı ki, bu toyuqlar yumurta yeyir, yoxsa siz nə yeyəcəksiniz? Hamınız yumurta yeyirsiniz, uşaqlar. Çay içirsən, yumurta yeyirsən sonra? Arada xiyar yeyirəm. Xiyar da yeyirsən səhərlər. Aha, ver. Gözlərim, sən nə? Aha, Mən də normalca yumurta yeyirəm. aha. Yumurta. Yanında da çay. Aha, ver. Bu qızımız. Sən biraz çox yemiş olarsan. Daha nələr yeyirsən əlavə olaraq. Yumurtanı dəqiq yeyirsən. Yemirsən, yumurta xoşlamırsan? Hə, nə yeyirsən bəs onda maraqlıdır, de görüm. Məsələn, səhər yağ, Aha. çörək, də şirin çay yeyirəm. Şirin çaya neçə qaşıq şəkər tozu salırlar? Bir olmaz. Vallahi bir oxşamır. Sonra nə yeyirsən? Sonra bulka falan da yeyirsən məktəbə gedəndə? Hə də. Ona görə biraz sən topuşdaşırsan. Daha yemə bulkanı. Yaxşı. Bulkaya da oxşuyursan, yekkidə, amma bulkanı azalt. İndi uşaqlar, baxın. Mən sizin səhər yeməklərinizdən razı qaldım yumurta barəsində. Amma varmı səhər yemək istəməyəniniz aranızda ki, mən yemək istəmirəm, amma ana mənə məcbur eləyir. Siz, sən, aha, sən də yemək istəmirsiniz. Ay sağ ol. Bax uşaqlar, indi sizin simanızda ilə bizi izləyən valideynlərimizə müraciət edəcəm. Əziz analar, əgər sizin uşağınız səhər yemək istəmirsə, onu məcbur eləməyin. Vacib deyil. Səhər saat 11-ə qədər həmin uşaq yemək yeməyə bilər, nəsə yeməyə bilər. Sadəcə su içə bilər və yaxud heç yəni ki, meyvə yeyə bilər, yaxud heç nə qəbul etməyə bilər. Niyə görə? Çünki bəzi uşaqlarda öd diskineziyası deyə bir hadisə var. Yəni ki, öd yolları yaxşı hərəkət eləmir və öd yaxşı çıxa bilmir. Və bu uşaqlar səhər duran kimi yemək istəmirlər. Çünki öd gəlməlidir ki, iştah açılsın, mədə-bağırsaq sistemi qıcıqlansın, şirə ifraz olunsun və o həmin qidanı həzm eləməyə hazır olsun. Ancaq bu uşaqlardakı öd diskineziyası usulü, onlar səhərlər yeməyə bilərlər. Ona görə də məcbur eləmir. Səhər saat 11-dən sonra yeyə bilərlər. Evdə qalan uşaqdırsa, hazırlığa gedən uşaqdırsa, məktəbli uşaq isə məktəbə nəsə apara bilər, məktəbdə yeyə bilər. Bax, vacib bir məqamdır. Uşaqlar, indi başlayacaq bir-birsə də çatacağıq. Uşaqlar, məktəbə yemək aparmaq demişkən, məktəbə nə aparırsınız? Məndə elə olur, nəsə aparam şirin şey, amma anam çox vaxt mənə meyvə qoyur. Ay, sağ ol. Alma qoyur, portağal qoyur. Yeyə bilirsən sən portağal məktəbdə? Doğranmış qoyur. Bəli, doğru qoyur, bəli, yeyə bilirəm. Neçə saat olursan məktəbdə? Birlə 3-cü günlər saat 2-də gedib 7-də qayıdıram. Qalan günlər 6-da qayıdıram. Yeyib gedirsən də məktəbə? Elə olur, yerim elə olur ürəyim. Yox, indi saat 2-də gedirsənsə yeyib getməlisən də məktəbə, düzdür? Ac gedə bilməsən axı, ay sağ ol. Ona görə də uşaqlar məktəbdə siz indi 5-6 saat olursunuz, o dövrdə atışdırmalıq nəsə ola bilər, o nə ola bilər? O qətiyyən paketə girən bir şey olmamalıdır. Qəti surətdə siz valideynlərinizi demirsiniz ki, mənə filan şeydən al. Yəni, mən çipsi gedib alasınız, siz balacalar sizə də aiddir, ha? Çipsi olmaz. Paketə girmiş şeylər olmaz, soklar olmaz, şirələr balaca-balaca belə aldırırsınız. Onlar içib görünmür və orada kiflənmiş ola bilər məhsul və bu sizə çox ziyanlı ola bilər. Çipslər, krekerlər, ondan sonra suxariklər, bunlar sizin mədənizi, bağırsaqlarınızı zədəliyər, mədə ağrısı olar, sonra sizdə olmaz onlar və onlarla ancaq siz məktəbə apardınız, yəni onlarla atışdırmalıq eləməyəcəksiniz qəti surətdə. Qoz, badam, fındıq, ləpələri, düzdür? Yeyə bilərsiniz məktəbdə, düzdürmü? Beynə də çox faydalıdır. Daha sonra nə yeyə bilərsiniz məktəbdə? Banan, alma, düzdür? Aha. Mənə elə olur, anam qoyur banan, yanında da qozu təmizləyir, qoyur. Özü qırır və mən təmizləyirəm. Özümü qoyuram kuloqa, məktəbdə isə yeyəm. Hətta elə olur ki, meyvə ya da belə qoz falan yeyəndə adam açılışır nəsə. Aha, beynə. İndi ver bacına, sən nə yaparsan məktəbdə? Sən səhər yemək istəmirsən, bunu bildik. Artıq anan da bizi izlədi və bildi ki, sən səhər yeməsən də olar. Ona görə də məktəbə nəsə aparacaqsan və qaydanda yeyəcəksən. Neçədə ikinci növbəsən, yoxsa birinci növbəsən? Nə var? Saat 1-də gedirəm, 5-də qayıdıram. Onda ikinci növbəsən də. Onda sən artıq günorta yeməyini yeyib gedirsən məktəbə. Bəli. Ay sağ ol. Məktəbdə də nə yaparsan məktəbə? Arada belə kökələr var, ondan aparam, arada da pizza. Pizza? Bəli. Evdə pişən? Xeyr. Alınma? Bəli. Olmaz axı. Qəti surətdə olmaz. Uşaqlar ancaq evdə pişən, kənardan alınma şey, nə yeməyəcəksiniz, nə məktəbə aparmayacaqsınız. Sən onu aparsan, o birisilər də onu istəyirlər, elə şey. Onun üstündə sosis olur, eləmi? Kalbasa olmaz. Onu dəyişəcəksən. Niyə yeyəcəksin? Bax, sobada bişən pirajka apara bilərsən, kartoflu.
iyi gəlmir, qoxusu yoxdur. Və yaxud da ki, özünüz uşaqlar, siz artıq böyüksünüz. Sizin boyda mənim qızlarım artıq sizdən də böyüdülər. Sizin boyda olanda, sizdən də balaca olanda, hətta o uşaqlar boyda olanda. Onlar özləri peçeni düzəldirdilər, kurabiyə düzəldirdilər. Kərə yağı ilə, qoz fındıqla, ondan sonra kəsmi ilə özləri düzəldirdilər və sabah məktəbə aparırdılar. Özünüz düzəldin, əgər sizə ananız icazə vermirsə, qoy sizə icazə versinlər mətbəxə girməyə və özünüz nələrsə hazırlayın. Yaxşı, faydalı bir şeylər olsun. Özüm pizza bişirə bilirəm. Hə, yəni faydalı bir şeylər, amma pizza məktəbə aparma. Çünki uşaqlar onu istəyəcək və gedəcəklər orada-burada yeyəcəklər. Mikrofonu verək, üçüncü qızımıza danışsın. Məktəbə nə aparır? Bulka aparıram normalda. Bulka aparırsan. Uşaqlar, bulka çox olmaz yemək. Bunu burada deyirəm. Şirin çay çox olmaz yemək. Hər gün şirin çay yeməyəcəksiniz. Hər gün cemli çörək olmaz. Hər gün bulka olmaz ona görə ki, sizin bağırsaqlarınızda çoxlu göbələk yarana bilər. Və siz rəqs elində yorularsınız, həvəssiz olarsınız, tez acarsınız, sizi yuxu basar, siz yorğun olarsınız, sizin immunitetiniz zəifləyər və tez-tez xəstələnərsiniz. Ona görə də çoxlu bulka, peçeni, şirniyyat, cem çörək, şirin çay və bunları nə edəcəyik? Azaldacağıq. Yaxşı? Hə, məktəbə aparacağıq qoz fındıq, kərə yağı ilə olan belə şişmiş bulkalar yox da peçenyelər daha çox, meyvə aparacağıq. Yaxşı? Lavaş arasında pendir apara bilərsiniz, yağ apara bilərsiniz, şor apara bilərsiniz, sobada bişmiş piraşkilər apara bilərsiniz. Yəni çeşid çoxdur. Hə, yağ da olar. Ver mikrofonu. Hə. Hə, sən nə aparsan məktəbə? Neçə saat məktəbdə olursan, gözəl? 6 saat. 6 saat olursan. Çox acırsan məktəbdə yeyib getsən də, yoxsa? İkincisi mənəm yeyib gedirəm məktəbə. Hə, ikinci növbəsən yeyib gedirsən. Aysel, məktəbə nə aparırsan? Meyvə zad aparıram. Meyvə zad aparırsan, hə, yaxşı yeyirsən. Ancaq ki, dediyim kimi, uşaqlar, abur-cubur yeməklər olmaz. Siz bir də YouTube-da axtarın, yazın sağlam qida mahnısı, Aytən İsmailzədə çıxacaq orada uşaqlar üçün yazdığımız sağlam qida mahnısı. Yaxşı? Hə, mən yazmışam, sözlərini mən yazmışam, bəstələtdirmişik və uşaqlar oxuyublar onu. Sağlam qida mahnısı. Orada elə sözlər də bax sizin üçün belə qidalanmaya aiddir. Belə uşaqlar, sizinlə çox gözəl bir görüşümüz oldu. İndi isə mən istəyirəm ki, söhbətimiz də çox maraqlı keçdi və bizim analarımız üçün də çox faydalı oldu. Sizin üçün də faydalı olduq bu müddət ərzində və mən istəyirəm ki, bizim balacalarımızın rəqsini izləyək. Əziz izləyicilərimiz, Buta rəqs qrupunun növbəti ifasını izləyəcəyik. Bədii rəhbər Türkanə xanım Bayramovadır. Buyurun, izləyək. Hello,
Əziz analar, dəyərli izləyicilərimiz, bugünkü verilişimizdə bu qədər. Gələn görüşlərə dək özünüzə və evladınıza yaxşı baxın.